Salamlar deməli. Mən ən çox istədiyim şeylərdən biri balinaya sarılmaqdır. Balina dedik ki, yəni köpək balığına əslində sarılmaqdır. Amil də balinanın maketini düzəltdi. Biz də bunu video şəklində paylaşdıq. Artıq TikTokda 1 milyona yaxın baxış gəlib. Və mən indi onun şərhlərinə fikir verirəm. Ay. Nə qədər gülmüşük, necə ürəkdən bir 5-6-sını oxudum, dayandım. Sonra dedim ki, yox, ilk dəfədir ki, biz şərhlərə aid video çəkəcəyik. İndi sizinlə oxuyuram mən. Mənim qardaşım çorabını ağzıma salıb. Mən orada demişəm ki, qardaşıma xəyalımı danışdım və belə bir daha video düzəltdi. Mən də qardaşıma xəyalımı danışanda gülməkdən özünə ən böyük arzum fil xortumunda oturub gəzmək. Biri onu yazmış deyir ki, mənim arzum turşu xiyar olmaqdır. Əgə, niyə? Turşu xiyar nə əlaqə? Mən də qardaşıma desəm, aparıb məni dənizə atar. Mənim qardaşımın ancaq eşək kimi işlədir məni. Gəlir eşəyin maketini düzəldərsən. Eşəyin maketini düzəldə bilərsən. Neysə eşəyi? Sən can düzəldə bilərsən. Həqiqətən neysə eşəyi? Yox, düzəldə bilərsən eşəyi. Əsəbləşəndə deyəcəm ki, o səndən ağıllıdır. Makyajım pis olanda da mən də sadə yazdım ki, onu səndən gözəldir. Nədir? Cəvə bizim cəvəndəndir, nə? Cəvə bizim cəvədəndir, xalça. Maketdir, inanmayın. Peki. İndi burada çox amil təriflər, maşallah istedaddır, kopyası eləyib, bu belə en qədər şərh gəlib, onları oxumuram, təkəbbürlü olmasın deyə çox sağ olun. O sırada mənim mamam dədəsinə oxşamış evi yenə zibilləyirsən. Bu akuladır axı. Akulalar oyaqdılar, yatırıyor. Onun üstünə misi var, yaxud nəsə taxıb sapla tavana yapışdırır. Balinaya. Balina deyəsən kördür. Bir dəfə Amilə deyim ki, mən balinanı qucaqlamaq istəyirəm. Mən böyük xəyalım oldu. O da ki, elə onun da xəyalı oldu. Bura gələrdə belə. Hamısını oxuya bilmərəm. 32.000 like var. Nə qədər şərh var, amma həqiqətən də ürəkdən güldü. Çox sağ olun.